Birden olmaz axı belə. Biri, ey həyat, sən nə qəribəsən. Qadınlar qaçırlar mənim üstümə. Ola dedim, ala bunlar mənimlə neyniyəcəklər? Mən də dedim, oy. Apardı öz evinə, buradan görsədirlər, buradan. Biri tez danışır. Sən mənə belə baxma, sən mənə belə danışma. Bu nədir? O nədir? Sən o tərəfə bax. İstədi parkın içinə nəsə tollamağa. Dedim, opa! Mədəniyyət yoxdur bu adamlarda. Siz bilirsiniz, cürbəcür insanlar var. Mən sizə deyim, cürbəcür insanlar var. Həmişə belə idi. Hələm o vaxtlarında belə idi, deyirlər, yox, indi Sovet dağıldı, yoxdur, ayrıdır, həyat, yox. Həmişə belə idi. Qonşulardan görürdüm ki, biri səhər-səhər qışqırır. Hələm o vaxtlarda qışqırırdı. Ala nə qışqırırsan, nə oldu, ala səhər-səhər. Çünki görürsünüz də, bu pişik gəldi, qaçdı, balkondan qaçdı. Nə olsun, pişikdir də, qoy qaçsın da. Ona görə mən sizə deyim ki, həmişə belə idi. İndi cavanlara elə gəlir ki, yox, indi belə oldu. O vaxtlarda belə deyirdi. Yox, həmişə olmuşdu. Bəzi qonşular sevmirlər bir-birini, baxırlar, deyirlər, bu kimə oxşayır, bu insan, bu nə insandır, bu nə salam verir, nə onun kültür yoxdur, sabahınız xeyir, necəsiz, belə şeylər o vaxtlarda da olmamışdı. Ona görə ona fikir vermir. Öz işində olur, mən fikir vermirəm. Məndən biraz qorxurdular. Çünki mən əlüstü baxıram, görəm ki, bu yatmaq istəyir. Məsələn, yaxşı deyir ki, oturmuşsan konsertə birdən olmaz axı belə. Mən baxdım ona belə, dedim, o da ged yat da, nə var gəlmirsən konsert? Gülürlər. Mən belə deyəndə bunlar gülürlər. Çünki onlara o gülməli gəlir. Cavan Zeynallı səhnədən deyir, ged yat da, rahat olacaqsan da, pisdir, pis söz demişəm. Amma belə indi şeylər çox var. Biri baxır pataloka, o biri qızı, hamısı çəkirlər telefonla. Yaxşı, siz telefonla çəkirsiniz, yoxsa qulaq asırsınız. Telefon da onun öz yerləri var, hansını sən gərək stop eləyəsən zat. Biz qulaq as da. Mən otururam rayalda. Bir-iki həftə ondan qabaq Sərxanla, mənim dostumla biz konsert vermişik. O məni çağırdı. Biz dostuq, o Moskvada çox olmuşdu. İndi gəldi Bakıya. Dedi ki, cavan, xahiş edirəm, gəl bir konsertdə bir-iki dənə mahnı oxu, Rayalda çalırdı. Səhnədə Rayal var idi. Hələ Rəşiddən qalıb. O mahnı teatrının Rəşidi, orada konsert verdi. Çıxmışam Rayalda. Hamı deyirlər, caz çal, caz. Biz cazı sevirdik. Nə gözəl. Başladım caz çalmağa. Çaldım onu necə lazımdır. Necə lazım. Sonra oxudum. Ey həyat, sən nə qəribəsən. La 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 la. La 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 la. La 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 la. Ey həyat, sən nə qəribəsən. Biri, ey həyat, sən nə qəribəsən, nə yaxın qonşu olduq bu dünyada. Ayrı doğulduq bu dünyada. Axır gəlib bir olduq bu dünyada. Ey həyat, sən nə qəribəsən. Ona görə konsert getdi, çox gözəl. Sonra mən qorxdum. Neydən? O da görürəm ki, bütün zaldan qadınlar qaçırlar mənim üstümə. Ola dedim, ala bunlar mənimlə neyniyəcəklər? Mən də dedim, oy,
bir 35 nəfər akata telefonla, hamısı telefonlar istəyirlər mənim yanımda çəkməyə. Bu Sərxan da gəldi, onu başlayıb çəkməyə. Bu bir tər yaxşı şeydir. Gəlirlər evdə baxırlar, qonşulara göstərirlər. Sərxandır, o da məşhur oxuyandır. Çox belə gözəl mənim dostumdur. Nəyə görə o məni sevdi ki, mən ona akompanirovать eləyəndə o gitaranı çıxartdıq, o gitara da axı çalırdı. Sən çal, mən oxuyum. Ay, nə gözəl. Hamısını çəkirdir, hamısı çəkirdir. Bu bir tərəfli yaxşıdır. Populyar olursundur. Televizora ki, lazım deyil getməyə indi. Bunu çəkirlər hamısı. İndi az adam qalıb. Çünki bəzi adamlar deyirlər ki, zamanı belə olub ki, indi kültür lazım deyil. Səni heç kəs saymayacaq. Çünki sən kültür istəyirsən. O indi lazımsız şeydir. Kim istəyir, özünü aparır. Yəni, necə deyirlər, svoboda deyirlər ki, necə istəyirsən, özünü apar belə. Amma həyat gözəl şeydir. Ona görə bu, ey həyat, sən nə qəribəsən, o mahnı, onu yazıb Ələm Oktay Kazımov, sonra Azərbaycanlaşdılar, oldu Oktay Kazımı. Oktay Kazımov. O, mən musiqi texnikumda oxuyanda o yazıb, oxuyur, çalırdı o mahnını. Çox siqaret çəkirdi. Deyirəm, Oktay müəllim, onu bir çəkmək olmaz axı, bu sinifdir, bu uşaqlardır. Sən fikir vermə, mənim işimdə olamır, hət otur. Və çaldı o mahnını, ey həyat sən nə qəribəsən. Amma xoşlarına gəlməyib tələbələr. 20 il keçdi, bu mahnı Qaya ansamblı oxudu, oldu nömrə 1 mahnı. Oktay balaca boylu adam çox çəkirdi siqaretdə, çox çəkirdi də. Mən sevmirəm, vəbşə mən özüm. Çünki Rəşid bəy bu da mənə demişdi, siqaret nabbada çəkərsən, çünki sən oxuyansan. Mən də deyirəm, mən piyanistəm, sonra oxuyanam. O deyir, yox, belə olmaz, oxuyan. Sən oxuyan, piyanist hərdən oturursan, çalırsan, hərdən. Nə qədər şeylər görmüşük biz bu cazmenlər, Vagif Mustafazadə, o İçəri şəhərdə yaşayırdı. İçəri şəhər öz yeri var idi da, o Qız Qalasının yanında orada. Biz qorxurduq, biz 5 mərtəbədə yaşayırdıq. Bizi qorxuzublar, deyiblər, ora getməyiz. Orada soruşarlar, siz hardan gəlmişsiniz? Şəhərdən, özünüzü bilirsiniz, yaxşı aparız. Baxın, biz kulturlu adamıq belə satsa, dedi, yox, dayı ora gəlməyəcəm. Amma 15 ildən sonra Vagif məni tanıdı, mən çaldım, onun üçün tanıdı, apardı öz evinə. Biz orada çox belə yaxın, Allah rəhmət eləsin. Gedirsən, görürsən probkada, o 1 saatdır gecikdi. Neyini mən dedim, 1 saat biz gözləyirik, probkalardır. Ona görə deyirəm ki, bu maşınlar gərək biraz azalsın. Bəzi adamlar var, siqnallara çox belə fikir verirlər. Çünki adam istəyir sakitlik olsun. Mən də qocalardan danışmıram. Onlar qoca evlərində olurlar, evlərində yanında qaraj var. Dedim, mən orada çıxış etmişəm qocalarını. Görürəm ki, bir 35 dənə maşın. Deyirəm, bu qocalar maşınla gəliblər. Akarsa yox, maşın qarajdır da. Buradan oxuyursan, buradan çalırsan, orada maşınlar var.
məndən biraz qorxurlar. Mən görürəm ki, mən gedəndə hamısı salamlaşırlar da, yəni uşaqlar, böyüklər, səsə. Gördüm ki, bir uşaq istədi parkın içinə nəsə tollamağa. Dedim, opa! Baxdı, qorxdu. Значит, lazımdır hərdən deməyə onu. Lazımdır deməyə. Hərdən ki, olmaz. Var adamlar eşitmirlər, fikir görürlər, heç kəs yoxdur. Yoxdur, rast olmuyor. Pişiyə gətirirlər yeməkləri, o yaxşıdır, yaxşı şeydir. Pişiklər yazırlar küçədə, qaçırlar, yeməyə heç də yoxdur. Gətirirlər evdən, kağızdan, nəsə pirajki, ətlə belə verirlər. Pişik onu yeyir, sonra qaçır. Pişik necə o kağızı aparacaq? Pişik yedi öz şeyini. Sonra samada ona hər səhər gəlirlər burada və yaxşı təmizləyirlər küçələri burada. Yaxşı küçələr. Burada maşallah parkı. Bizim parkımız var, çox gözəl. Ürəyiniz təmiz olsun, bir-birini sevin və sevgi olsun, natural sevgi. O, bəzi adamlar deyirlər, mən səni sevirəm, bəzi deyirlər, o mənə inanır. Kim kimi sevirəm? Bu söhbətdə heç lazım deyil.